Sizlere yeni La Roche məhsulları ilə gəldim. Effektlar seriyası biraz uzundur. Ona görə böyük ihtimal part 1, part 2 ola bilər. Və effektlar AZ kremi ilə başlayacağım. Hatta sizlərə də yaxından göstərim. İçərisində niasinamid maddəsi var. Bu da dəridə olan qızartıların azalmasına səbəb olur. Yağlı dəriyə sahib olanlar rahat bir şəkildə istifadə edə bilərsiniz bunu. Digər bir məhsulumuz Effaclar K. Bu qara nöqtələr üçün, tıxanmış məsamələr üçün daha uyğundur. İçərisində retinol yoxdur. İçərisində olan aktiv maddələr dərini yavaş-yavaş soyaraq parlaqlığını aradan qaldırır. Effaclar Duo'nun SPF-i ən sevdiyim SPF-lər mənim vazgeçilməzimdir. Qızanaqlar müalicəsində istifadə olunur. Həm SPF kimi istifadə edə bilərsiniz. Qüsurları aradan qaldırır. Günəş ləkələrindən əmələ gəlmiş izlərin də yox olmasına kömək edir. Son məhsulumuz Effaclar Duo Plus M. Bu Effaclar seriyasının ən son məhsuludur. Bu yağlı və parlaq dərilər üçün nəzərdə tutulur. İçərisində sebum tarazlayan maddələr var. Bu isə yağlılığı aradan götürməyə kömək edir. Yəni gün boyu üzünüz yağlı, parlaq görsənirsə, məhsula şans verə bilərsiniz. Sizin ən çox sevdiyiniz Effaclar məhsulu hansıdır?